Sözsüz Bakıda yediyim ən dadlı Cedric Grole tərzi desertlər oldu. Bunu əminliklə deyirəm ki, eyni ilə Cedricdəki kimidir dadı. İndiyə qədər Bakıda çox yerdə yemişdim, amma orijinala bu qədər yaxın olanı dadmamışdım. Deməli bura Lyox patisseriydi və bugün açılışlar oldu. İlk dadlarına baxanda elə mən oldum. Açılışı özəl olaraq da 10 gün ərzində desert aldıqda istənilən kofe hədiyyə olunur. Deməli burada 6 növ desert var. Püstə, mango, limon, badam, moruq və kuki. Bunları hazırlayan xanım isə məhz bunların təsirini ölkə xaricində alıb. İndi isə gələk desertlərin dadlarına. Bilmirəm videodan sizə necə ötürüm dadlarını. Əlanın əlası idi. Hələ püstə, mango və kuki möhtəşəm idi. Möhtəşəm. İçindəki kremi eyni ilə elə Cedricdə yediyimin dadını verirdi. Bakıda elə heç kim bu teksturanı tuzdura bilməmişdi. Desert yox, elə bil dondurma yeyirəm. Bunları mütləq dadmalısınız. Tam səmimiyyətimlə deyirəm ki, son qəpiyinə qədər dəyər. Lyox özü Dədə Qorqud parkı ilə üzbəüz İst Petrolun yanında yerləşir. Səhifələrini aşağıda qeyd edəcəm.